Salam. Bu videoda birinci hissə test toplusundan ədədi və həndəsi silsilələrə aid məsələlər bölməsindən bir məsələnin həllini verəcəm. Məsələnin şərtini görürsünüz. Deməli, ədədi silsilənin 16-cı həddi 0-a bərabərdir. Yəni A16 0-dır. İlk 34 həddin cəmi, yəni S34, silsilənin müəyyən həddinə bərabərdir. Deyək ki, müəyyən bir n-ci həddə bərabərdir. Həmin həddin nömrəsini bizdən soruşur. N tapın deyir. İlk öncə S34-ün düsturunu yazaq. S34 nədir? Deməli, n-ci həddin cəmi, ilk n həddin cəmi düsturuna görə bu A1 plus A34 bölü 2 vur 34 deməkdir. Bu da 17 vurulsun A1 plus A34 olacaq. Və bu nəyə bərabərdir? Bu bərabərdir AN. İndi bizim əlimizdə A16-dan başqa heç bir şey yoxdur. Sadəcə A16-nı 0 verib. Ona görə hər şeyi A16 ilə ifadə eləməliyəm. Baxın, bu bərabərlik var bizim əlimizdə. Bu, deməli, ilk n həddin cəmi düsturundan çıxdı. Və bir də A16-nı 0 bilirik. Başqa bir şey yoxdur. İndi, deməli, A1 plus A34'ü biz ədədi silsilənin ən önəmli xassəsinə görə, xarakteristik xassiyə görə A16 plus A19 yaza bilərik. Hər iki tərəfdə 2 hədd var və indekslər toplamı 35-35. A16 0 olduğuna görə bu A19-a bərabərdir. A19-u da A16 plus 3-də yazarıq. A16 0 olduğuna görə bu bərabərdir 3D. D silsilə fərqidir. İndi A-ni ifadə eləyək. A-n nəyə bərabərdir? A16 plus D vurulsun n-16 yaza bilərik. A16 0 olduğuna görə bu D vurulsun n-16 olacaq. Və bunları biz ulduz bərabərliyində nəzərə alaq tapdıqlarımızı. Nə əldə etmiş olacaq? Deməli, 17 vurulsun 3D bərabərdir D vurulsun n-16. Və D-lər sadələşsə, ixtisar etsək, n-16 bərabərdir 51, n bərabərdir 67 əldə etmiş olaraq. Cavabımız A. Növbəti videoda görüşərik. Sağ olun.